qopub, onun qəbrində ona yeri göstərilir. Əgər iman əhli olubsa, müsəlman olubsa, qəbrinin sağ tərəfindən cənnətdəki yeri göstərilir həmən kəsə. Və Allaha dua edir ki, qiyamət tez qopsun, həmən yerimə gedim. Əgər insan bu dünyada Allahın dinini yaşamayıbsa, müşrik olubsa, kafir olubsa, qəbrinin sol tərəfindən cəhənnəmdəki yeri göstərilir ona. Allaha dua edir ki, qiyamət qopmasın, burada qalım. O gördüyü yerin dəhşətindən qorxur. Ölümdən ibrət almaq lazımdır. Və ölümdən alınan ən böyük ibrət Allah Subhanahu wa Taala'nın dinini qəbul edib, Allah Subhanahu wa Taala'nın peyğəmbərinə, kitabına tabe olub İslamı yaşamaqdır. Bu bir ibrətdir. Ölüm bir ibrətdir. Hasan el-Basri rahimehullah buyurur ki: "Vel mu'tabar kesir, vel mu'tabiru qalil." İbrət Allah'sı şeylər çoxdur, lakin ibrət alan insanlar azdır. Və ibrət Allah'sı şeylərin içərisində ən böyük ibrət ölümdür ki, insan gərək bundan ibrət alsın. Allah Subhanahu wa Taala'dan istəyirəm ki, bir də işini faydalanan kəslərdən etsin. Amin. Və qardaşımızın günahlarını bağışlasın. Amin. Və onun qəbrini genişləndirsin. Amin. Və onu cənnət əhli etsin. Subhanakallahum və bihamdik əşhədu ən la ilahe illa ente estağfiruka və etûbu ileyk. Kullu nefsin zâiqatul mevt ve innema tuvaffawna ucurakum yevmel kıyameh. فمن زحزح عن النار وأدخل الجنة فقد فاز وما الحياة الدنيا إلا متاع الغرور.